çalışıbdır bizim müəllimlərimiz də, şagirdlərimiz də. Təhsil adı ilə 2 ildir məktəbimiz internat tipli gimnaziya bağlanıbdır. Remont məqsədi ilə. Hər dəfə də valideynlər qalxışmışıq ki, 3 ay ərzində yay tətilinə buraxılanda məktəb tikilir, sıfırdan tikilib təhvil verilir. Amma bizim məktəbimiz, internat tipli gimnaziyamız elə oldu ki, 2 ildir nəinki təmiri təhvil vermək, heç bir şey yoxdur. İndi də ki, bizi yığıblar, deyirlər ki, məktəb bağlanmır. Əslində internat tipli gimnaziya yox, lisey olur. Bizim Zaqasalamızın liseyi var. Bizim artıq liseye ehtiyacımız yoxdur. Biz bu internat tipli gimnaziya məktəbi biz tək analar üçün ən əsası. Mən 10 ildir ailə başçısını itirmişəm. Elələri var ki, burada yoldaşından ayrı, işləyən analar, tək analar. Mən özüm də həmçinin işləyən anayam, 2 dənə az yaşlı övladım var. Mən uşağımın əlindən tutub dərs yazdırmağa bilməyəndə buradakı müəllimələr, tərbiyyəçilər mənim övladlarıma həm ana olublar, həm müəllimə olublar. Mən onların elədiklərini, həmçinin o bir valideynlər onların çəkdiyi əziyyətləri itirsə, İnan ki, bizə haram olur. İbtidaizdə qəbul edilmir. Elə baxılırdı evdə övladlarımıza biz yemək verməyə çatmayanda internatda bizim uşaqlarımızı yedirdiblər, içirdiblər, ev tapşırıqlarını hazırladıblar. Mənim uşaqlarım məktəbə gələndə evə deyirdilər, ana, biz evə gəlmək istəmirik, o qədər gözəl. Yəni, diqqət qayğı görürük o müəllimələrdən. Hətta mənim uşaqlarım mənə deyirdi ki, orada bir dənə otaq versəydilər, ana, sən də gəlib bizlə qalardın orada. İnan ki, o qədər gözəl qayğı görürlər ki, indi də gəlibdir, valla deyirlər ki, liseye çevrilir, 1-ci sinif bağlanır, ayrılır. Bizim belə başlığı yumuşaq yastığı. Bize bu fikirləri təhsil şöbəsindən gələn xanım dedi ki, Rəna xanım, vallahi sadəcə ad dəyişir və bir də 1-ci sinif bağlanır. Amma bu zaman bizim qəbul yoxdur. Qəbul yoxdur. İmkansız qəbul olunur. Burada hər halda imkanlı valideynlərin şagirdləri oxuyacaq zamanla. Zaqatala Muğalı məktəbi keçən il istifadəyə verilibdir. 2 ildir internat tipli məktəbimiz istifadə verilmir. Ne üçün? Ne sebep? Sebebi nedir?